Deməli başladıq. Sualım belədir ki, daxili aləmləri zəngin olan insanların həyatda nəyi olmur? Ümumiyyətlə insan həyatı mənə elə gəlir, elə formalaşdırılıb ki, nəyinsə varsa, nəyinsə mütləq yoxdur. Hı hı. Cidden. Yəni mən elə müşahidə edirəm. Əgər daxili zənginliyin varsa, demək ki, maddi nəyinsə çatmır. Və yaxud da maddi nəyinsə çatmaması sənin üçün elə də böyük bir faciə deyil. Eee, Mənəvi zənginlik o qədər yeni bir auradır insan həyatı üçün. Kimdəsə bu yoxdursa, bu söhbət ona çata bilməz deyə düşünürəm və cümləyə qayıtmaq istəyirəm, çünki sualın özünün fonunda bir şeylər tapmağa cəhd eləyəcəm. Mənəvi zənginliyi olan insanın həyatında nəyi çatmır? Bəlkə məhz bu mənəviyyatla olan, bu mənəviyyatda, bu leveldə olan yarı çatmır, adamı çatmır. Bəlkə məhz bu mənəvi zənginliyinə bərabər ə, insanı çatmır həyatında. Son olaraq ağlıma bu gəlir. Hı hı. Onda burdan yola çıxaraq bir sual verə bilərəm ki, düşünürsən ki, bu mənəvi olaraq bu insan əgər çatırsa, onda nələrsə çatacaq? Söhbət birinci insandan gedir də. Bu insanın mənəvi zənginliyi varsa, o insan nələrəsə çatacaq 100%. Niyə? Çünki öncəliklə bunu deyək ki, Hı hı. insan bu həyatdadırsa, yəni bizim indi yer kürəsindən söhbət gedir də, bu planetdədirsə, həyatının bu mərhələsindədirsə, maddi, mənəvi hər ikisi ortaq şəkildə olmalı və davam etməlidir. Mənəviyyat maddiyyatı zənginləşdirirsə, mən orada qorxu hiss eləmirəm. Amma vay öcündən ki, insanın maddiyyatı və yaxud da maddiyyata meylliyi mənəviyyatını üstələsin, orada mən bilən insanın faciəsi başlayır. Və bir şey də deyəcəm, insan mənəviyyata çox yüksəlib və əslində bunun da hardasa təhlükəsini hiss eləyirəm. Səbəbini deyim. İnsan mənəviyyata, nirvanaya o qədər çata bilər ki, Tanrıya yetişər, bu dünyadakı insanlarla kontaktını itirər. Yəni bilirsiz necə? Elə bil düşünün ki, siz çox, həddindən çox ə, mənəviyyata yüksəlirsiniz və artıq ətrafınızda danışacaq, bölüşəcək insanları tapa bilmirsiniz. Çünki sən artıq eşqlə, Allahla bağlanmısan. Yəni o mərhələdəsən. Düzü bunu da istəmirəm. Məsələn, mən öz həyatımda ortanı tutmağa çalışan insanam. Yəni biraz bu həyata aldanıb fərqində olmaq, biraz da mənəviyyatla Tanrıya bağlı olmaq və bəzi pulsuz alınan şeylər var ki, gözəllikdir, xeyirxahlıqdır, yaxşılıqdır. Bu qəbildən olan məsələləri həyatında təcrübə kimi istifadə eləmək. Yəni bunu gözləməmək ki, bu mənə nəsə elədi, mən də bunu eləyim. Sırf insanlıq xatirinə bu cür mənəvi aləmdən zövq almaq. İkinci sualım odur ki, bir cümlə oxumuşdum kitabdan. Deyir ki, xatırlamaq üçün yavaşlayar, unutmaq üçün sürətlənərik. Bu cümlə mənim üçün çox dərin gəldi əslində. Hansısa anıları beynimdə canlandırdı. Hansı ki, metafor ola bilər ya da necə deyim, türklər hissi qabləl vuku deyir. O terminlər ola bilər. Yəni hamımızın həyatında baş verən hadisələri canlandıran bir cümlə mütləq olur. Səncə bu cümlə sənin nəyi xatırlatmış ola bilər ya da düşündürmüş ola bilər? Düzünü deyim, eşitməmişəm. Düzünü deyim, xatırlamaq və unutmaqla bağlı öz fikirlərim var. Və mənə elə gəlir ki, bu insandan insana dəyişir, hadisədən hadisəyə dəyişir. Yəni biz xatırlamaq üçün ləngiyirik söhbəti də biraz mənə qəribə gəldi. Çünki mən daha çox xatırlayan insanam. Unutmaq üçün sürətlənirik də biraz mənim üçün belə biraz sərt cümlədir. Belə deyək də, bəlkə ümumi insan anlamı ilə baxsaq, insan bəlkə keçmişdən daha çox qopmalıdır, gələcəyə daha fokuslanmalıdır kimi götürsək, mən də əminəm ki, dərin mənası var. Hətta bunu hansısa dini cümlə ilə də məncə əlaqələndirmək olar.
İnsanın keçmişlə bağlı və ya xatırlamaqla bağlı ləngiməsi məncə insanın özünə bu artıq keçib, bu artıq keçmişdə qalıb fikri ilə bağlı ola bilər. Axı bizim keçmişə əlimiz çatmır. Məsələn, bu gün çox yaxşı bir gün keçirdik. Bu sabah da artıq dünən olacaq. Biz onun haqqında nə qədər düşünsək də, nə qədər ora can atmağa çalışsaq da, biraz insan eqosunu incidən bir məsələdir. Bu baxımdan razılaşa bilərəm. O ki qaldı unutmağa, yenə deyirəm, bu biraz insandan insana dəyişən bir məsələdir. Bəzi anlar, bəzi məqamlar var ki, unutmalıyıq. Amma konkret həyatımda hansısa məsələni düşündürəcək bir cümlə deyil mənim həyatım üçün. Xatırlamaq istədiyim adətən, o da ləngiyərək yox, xatırlamaq istədiyim uşaqlığım, yeniyetməliyim, o ərəfədə olan dostlarım, o ərəfədə olan həyata münasibətim, daxilimdəki eşq məsələləri ola bilər. Yəni yaşamaq həvəsi, yaratmaq həvəsi, arzular, məqsədlər, cəmiyyətə faydalı ola bilmək və s. Unutmağa gəlincə bəzi hadisələr var ki, biz onları unutmadan davam edə bilmərik və mən çox sevinirəm ki, insanın belə bir qabiliyyəti var. Allah Taala insana o qabiliyyəti verib, yəni unutmaq qabiliyyətini. Yaxşı ki var, çünki biz davam edə bilməzdik. Düzünü deyim, unutmağa biraz fərqli də münasibətim var. Mənə elə gəlir ki, biz əslində unutmuruq. Sadəcə beynimizin kitabxanasında o kitabı yığışdırıb çox yuxarı mərtəbəyə qoyduq və o kitabı açmırıq. Ya da vaxtı gələndə açmaq üçün. Təbii ki, zamanı gəlibsə biz artıq bilirik ki, orada o kitab var. Sadəcə onu arxa plana atırıq ki, sən Allah, sən bizə ilişmə, qal orada. İnşallah bizim sənə ehtiyacımız olmaz. Bu da əlbəttə çox bizə dərin ya sarsıntı vermiş hadisə ilə bağlı ola bilər, ya da ki, dərinlərə bizi atıb, amma bizim əlimizdən tutub çıxarmayan insanlar ola bilər. Amma mən tam tərsi yaxşı anıları hiss eləyərək düşündüm ki, hansı ki yaxşı anıdır, onu bir müddətliyinə bir kənara qaldırıb qoymuşuq ürəyimizin kitabxanasında. Vaxtında, vaxtı gələndə daha doğrusu açıb həmin səhifələri təkrar oxumaq üçün hansı ki ehtiyacımız olan anda o cümlələrdən istifadə edək. Fikir verdinsə mən beynimizin kitabxanası dedim. Amma sən ürəyimizin kitabxanası dedin. Hər ikisi də bir-biri ilə bağlantılı. Sən bu halda məndən daha romantik düşündün. Üstəgəl bir şey də deyim indi mən sənə. Əgər biz bir şeyi yaşamışıq, xatirələri var. İnsan səncə yaxşı şeyləri xatırlamaq istəyər, yoxsa pis şeyləri? İnsandan insana görə dəyişə bilər. Daha depressiv insanlar, daha duyğusal insanlar daha pis şeylərə ehtiyac duya bilər və yaxud da daha pozitiv insanlar çox vaxt deməyim, bəzi pozitiv insanlar var ki, hansı ki daha depressiv anlarını yada salmağa çalışır. O da fərqli növlərdə insanların həyat təcrübələrindən görmüşəm. Normal şəraitdir, insanın da hal-hazırda çox normal bir vəziyyətidir, seçim də özündədir. Bu məqamda səncə hansını seçmək istəyər? Məntiqlə. Yenə də deyirəm, insandan insana görə dəyişə bilər. Mən affekt vəziyyətində deyil, psixoloji yox, vəziyyətdə deyil. Qətiyyən. Fərqli insanların, məsələn, 10 tip insan var. 10 tip insanın hərəsinin fərqli xüsusiyyətləri olduğuna görə duyğusal eniş-çıxışları da fərqli olur. Bu onun o anki psixologiyası ilə əlaqəli deyil, onun xüsusiyyətləri və duyğusal olub-olmamağına görə dəyişir. Yəni 10 tip insanın depressiv və yaxud da üzgün və yaxud da sevincli anını dəyərləndirmirəm. Xarakterı ilə və o anki durumundan əlavə xarakteri ilə əlaqələndirirəm. O zaman özümüzə çevirək məsələni. Məsələn, mən hal-hazırda çox normalam, çox normal beyin və ürək vəziyyətindəyəm və mənim seçim haqqım varsa, mən mütləq yaxşı şeyləri xatırlamaq istəyərəm. Mənə görə hal-hazırda pis məqamları yadıma salıb da, mən burada səhv elədim, mən burada gərək bunu yaşamazdım və yaxud da mənə burada səhv elədilər kimi məqamlara dönmək istəmirəm. Səbəbi də budur ki, onlar mənim enerjimdən alacaq. Mən depressiv vəziyyətdə olmaq istəmirəm hal-hazırda. Mən ona görə yaxşı məqamları yada salmaq istəyirəm. Amma bir məsələ də var.
Yaxşı məqamlar da olub bitibdir. Mənim onlara hal-hazırda əlim çatmır. Sadəcə bir yaxşı foto kimi, bir yaxşı xatirə kimi mənim beynimdə qalıbdır. Hal-hazırda bunun əhvalını yaşayıram ki, nə yaxşı mən belə bir şey yaşadım. Məsələn, sənlə görüşürəmsə hal-hazırda mənim ağlımda yaxşı xatirələr qalıb mələyinə bağlı. Biz söhbət eləmişik, biz harasa getmişik, biz birlikdə bir gün keçirmişik kimi. Amma onlara da əlim çatmır. Bu, bilmirəm, bürcümün inadıdır, yoxsa insan kimi özümün inadımdır, ziddiyyətimdir. Ora da dönməyə inadlaşıram. Özüm özümlə inadlaşıram ki, bu gün var, bu gün. Hansı Aa, ki, o günlər səndə hansısa pəncərələr açmışdı ona görə? ım, hal-hazırda durumumu anlatmaq istəyirəm ki, yəni mən xatırlaya biləcəmsə, seçimim varsa, mən yaxşı məqamları xatırlayıram. Mən Hı hı. o depressiv və məni o pis məqamlara sürən hadisələri xatırlamaq istəmirəm. Bunu demək Mən bu istəyirəm. Amma depressivdən səninlə razıyam. Elə tip insanlar var ki, onlar kədərdən Hı hı. qidalanırlar və daha çox depressiv olmağı sevirlər şuur altında. Əslində bu məqamlarda yaşamışam. Yəni mənə dərd daha maraqlı görünür, nəinki şənlik. Mənə acı daha maraqlı görünür. Məncə dərin insanların ümumi bəlasıdır bu. Bəlkə buna görədir ki, biz həyatımıza daha çətin şeyləri, necə deyərlər, daha çətin məqamları çəkirik. Məsələn, bir kərpicdən ev tikib bizə verə bilərlər. Bizə maraqlıdır ki, o kərpici özümüz qoyaq, o kərpici biz özümüz üst-üstə qoyaq, özümüz ev və düzəldək, yaxud da o işin kərpic çətinliyi. bizə niyə gəlibdi? Hə, Bizə o hə, da hə, maraqlı hə. ola bilər. Hə də, məsələn, insanlara maraqlıdır ev, bizə maraqlıdır kərpic. Məsələ budur. Məsələ budur. Çox qəşəngdir. Sən nə murdsan da yəni. Ay, Onda sən belə danışanda daha dərin Hə? olursan. Atacanım. Onda belə, bundan öncəki Buraları kəsərik ya da rek qoyarıq. Hə, hə, məncə də. Hə. Onda bundan öncəki sualıma qayıtmaq istəyirəm. Ordakı bir cümlən çox diqqətimi çəkdi. Tam olaraq o cümləni deyə bilməsəm də, ancaq, sən düşünürsən ki, Allaha yaxın olan bəzi insanlar, insanlarla əlaqəsini kəsmiş bəzi insanlar dəlidirlər? Qəşəng sualdır. Bu bizi aparacaq bilirsən hara? Bu bizi aparacaq Məcnuna, bu bizi aparacaq Qeysdən Məcnun yüksəlişinə, Hı hı. bu bizi aparacaq Mövlanəyə, bu bizi aparacaq Nəsimiyə. Gəl birinci oradan başlayaq ki, dəli nə deməkdir sənin üçün, mənim üçün və biz bir dəlini qəbul edə bilərikmi? Bu bizi aparacaq dərviş həyatına. Tamamilə doğru. İnsanların dəli dediyi insanlar bu kainatdan qopmuş insanlardır. Amma bu adı onlara kim verir? İnsanlar. Hansı insanlar? O zirvəyə çatmamış insanlar. Bəli, bəli. Gəl indi belə bir şey düşünək. Təsəvvür elə ki, həşəratlar yığışıblar və bizə vəhşi adını verirlər insanlara. İnsanlar da həmçinin yığışırlar, o arınmış, o zirvəyə çatmış, o levelə atlamış insana bir ad verirlər. Gəl indi qəbul edək ki, sən və mən o adı ona yaraşdırırıqmı? Biz o dəli sözünü də dırnaq arasında qəbul edəcəyik. Yəni onlara görə o dəlidir. Məsələn, Məcnun onlara görə dəli idi, səbəbi Məcnun cəmiyyətdə yaşadığı cəmiyyətdə öz cinsindən, öz irqindən, öz nəsil nəcabətindən olan insanların içində sevgisini dilə gətirdi və o qızı ondan ayırdılar. O da çox normal şəkildə başa saldı ki, bir halda ki, siz mənim hissimə, münasibətimə belə yanaşırsınız, mən gedib meşədə heyvanlarla yaşayaram. Onlarla əlaqəni kəsdi, düşdü səhralara və meşələrə. Haqlı idimi? Mənə görə çox haqlı idi. Əgər o fikrini onlara çatdıra bilmirsə və onlar əgər onun sevgisini anlamırsa, o dərinliyi başa düşmürlərsə, mənə görə Məcnun çox məntiqli bir hərəkət elədi. Yəni başa saldı ki, siz mənim dilimi başa düşə-düşə məni anlamırsınız. Mən onda da sizin yanınızda niyə yaşayıram ki? Mən gedim ora. O ərəfə isə insan üçün paklanma ərəfəsidir, arınma ərəfəsidir. Çünki sən orada tək qalırsan. Sənin orada özünü kəşf etmək yolun başlayır. Sən orada artıq sənin cinsindən olan, irqindən olan insan tipi yoxdur ki, sən o ilə danışasan, o da sənə hansısa qəlibə salsın. Yox, Məcnun, sən burada düz eləmədin. Yox, Qeys, sən burada səhv fikirlərsən. Yoxdur. Və sən özünlə o qədər tək qalırsan ki,
Sənin sevgin o qədər güclənir, sən başa düşürsən ki, bu sevgi ilə gedib Allaha çatırsan. Buna dərviş yolu demək olar yoxsa yox? Olar, olar, mütləq olar. Dərvişlərin həyatı zaten o idi. Dərviş nə edirdi? Özünə seçirdi bütün günü yol getməyi. Bir var mənəvi yol da getsin, onlar həqiqi mənada da yol seçir. Məcnun özünün seçdiyi də yol idi, səhra yolu. Adam həm hərəkət eləyirdi, həm də mənəvi bir yolculuğa çıxmışdı. Dərvişlərin də yolu bu idi. Məsələn, biz dərvişləri ən çox harda görmüşük? Bir əsərlərdən tanıyırıq. Bir də mənim ən çox Nəsimiyə aid çəkilmiş filmdə dərvişlər yadıma gəlir. Onlar necə Nəsimini anlayırdılar, onun şeirlərini əzbər söyləyirdilər. Heç kim onlara toxunmurdu, çünki deyirdilər dərvişdir. Amma Nəsiminin şeirini cəmiyyətdə olan bir insan səsləndirirsə, bu problem idi. Bəli. Məcnuna sonda buyur Leyla sunsaydılar, türklər sunsaydılar deyir. Bizdə gətirsəydilər önünə ki, buyur bu da Leyli, o artıq Leylidən də üz döndərmişdi. Çünki artıq eşqi tanrı səviyyəsinə yüksəlmişdi. Əslində bir mənəvi inkişaf yolu keçmişdi, amma insan həyatını itirmişdi. Yəni cəmiyyətdəki o insan Rolunu. həyatını, bəli, o rolu itirmişdi. Düzünü deyim, mənə görə o inkişaf cəmiyyətdəki rolumuzdan daha uca bir şeydir. Əlbəttə ki, anlayan adam üçün, başa düşən adam üçün. Çünki burada gəl etiraf eləyək ki, Mələk, sənə də gəlib verirlər, mənə də gəlib verirlər ki, bu ol. Bax, doğulandan mənim qızımsan, mənim nəvəmsən, məktəbin şagirdisən. Sən burada bunu eləməlisən. İllər keçir, anasan. Səni o qədər qəlibdən qəlibə salırlar ki, bir yerdə oturub axtarırsan ki, bunlar hansı mənə, hansı şəkillərdir yapışdırırlar bizə. Obrazlardır, paltardır, geyindirirlər. Biz də məcburuq o cür davam edir. Bir də baxırıq ki, illər keçib və sənin içindəki huzur itibdir. O qədər ora qaçmısan, bura qaçmısan, o qəlibə, bu qəlibə. Cəmiyyət ümumiyyətlə çox təhlükəli bir yerdir mənə görə. Oşonun bir dəfə fikrini oxumuşdum. Deyir ki, Məcnundan hara getdik, Oşoya kimi getdik. Deməli, deyir ki, cəmiyyət bizə o qədər sifətlər geyindirir ki, o sifətimizi itirir. Düzdür. Oysa deyir, biz təbiətin bir hissəsi idik. Lazımdır məhcim partaların arxasında bu qədər sıxıcı vaxt keçirim və sonra da gəlim heç sevmədiyim işlə məşğul olum. Məncə də. Yəni adam var o, bilirsən, danışa-danışa kimləri təsəvvür edirəm, kostyumu geyiniblər, belə bir də oturublar, özlərini də sıxıblar, plus sifətlərinə də bir daha belə xüsusi mimika veriblər. Ay nə olub insanıq? İnsanıq. Gülmək də bizə aiddir, sevmək də bizə aiddir, incinmək də bizə aiddir, kədərlənmək də bizə aiddir, ən çətin səhv etmək də bizə aiddir, ən doğru məqama yetişmək də bizə aiddir. Hamısı bizə aiddir. Sən tutaq ki, gülmürsən, heç vaxt gülmürsən. Mən nəyin artistliyini eləyirsən kimi bir vibe alıram yəni. Ona görə mən insanlarda, xüsusilə də qadınlarda bu mimika, bu təbəssümü çox sevirəm. İstəyirəm insanlar bir-birinə paylaşsın. Baxmasınlar, maddiyyat çətindir, mənəviyyatları o deyil, amma paylaşsınlar. İnsanın gülüşünə çox böyük ehtiyacı var. Qəşəng sual idi bu arada. Çox dərinlərə gedə bilərik. İndi burdan bir sözünü də alacağam, oradan bir sual çıxartmaq istəyirəm. Hansı ki, dedin ki, incinmək də bizə aiddir. Burdan onda belə bir sual ortaya çıxır ki, hansı ki, cəmiyyətdə, sosial həyatımızda incinəndə və yaxud da narahat olanda, küsəndə, belə bir tabirlə deyək, insanlar bizə hərəsi fərqli tərzdə yanaşır, amma xüsusilə də bir tip insan növü var ki, belə yanaşır. Sən bunu niyə belə elədin? Sən niyə incidin? Sanki biz robotuq və incinməyə qətiyyən haqqımız yoxdur və o haqqı bizim əlimizdən çəkib alırlar. Bunu niyə belə elədiklərini tam bilmirəm. Bəlkə də empatiya duyğuları yoxdur və yaxud da o qədər azdır ki, düşünə bilmirlər, kiməsə özlərinin yerini qoya bilmirlər. Amma halbuki o vəziyyəti onlar üçün yarananda çox böyük bir faciəymiş kimi davranırlar, amma qarşıdakı insanı heç düşünmürlər. İncinmək statusunu bizim əlimizdən alıblar deyə düşünürəm. Razıyam. Deməli, bax bayaq dedin, insan tipləri var, özü də müxtəlif sayda. Mənə elə gəlir ki, bu 10 tiplə məhdudlaşa bilməz. Mənə görə daha çoxdur. Və sən özün insanı incələmiş insansan da. Biz bir yerlərdə yola çıxmış insanlarıq. Düzdür, deyə bilmərəm biz gedib quyunun dərinliyinə çatmışıq, amma hər halda quyunun hansısa mərtəbəsindəyik.
Və yaxud da quyu yox, zirvə deyək, dağın hansı ətəyindəyik. İnsan müxtəlif fikirləri və hissləri özündə daşıyan bir məxluqdur. O ən təhlükəli də ola bilər, ən xeyirxah, mərhəmətlisi də ola bilər. İnsan duyğu ilə Allaha yaxınlaşır, şuurla təəssüf ki, Allahdan uzaqlaşır. Çox təəssüf ki. Halbuki mənə elə gəlir ki, şuurla da Tanrıya yaxınlaşmalı idi, Allah Taalaya yaxınlaşmalı idi. Mənə elə gəlir. İnsanın şuuru artdıqca, dərki artdıqca xudbinləşir. Qəribə bir şeydir. Yəni sənin mərhəmətin olanda sən Allahı dərk edə bilirsən. Amma sənin şuurun olanda sən elə bilirsən ki, sən Allahdan çox-çox böyük bir şeysən. Əstəğfurullah. Axı bu şuuru da sənə verən var. Nə oldu? Mərhəmətlə getdin Allaha çatdın, şuurla çata bilmədin. Halbuki beyin ürəkdən daha yuxarıda yerləşib də, sən düşüncə ilə ona çata bilərsən. Özdə uzaqda axtarmaq lazım deyil. Əlində, qolunda, baxışında, aldığın nəfəsdə. Çox uzaqda deyil. Allahı çox uzaqda axtarmaq lazım deyil. Bax o dediyin məqam ki, insan səni incinməyə imkan vermir, o ixtiyarı sənə vermir. Mənə elə gəlir ki, o da qarşıdakı insanın xudbinləşmə mərhələsidir. Məsələn, mən sənə deyirəm ki, mələk sənin haqqın yoxdur burada incinməyə. Mən mələyin hisslərini nə qədər bilirəm ki, deyim mələk burada haqlıdır incinməyə ya da yox. Mən mələyin həyatını nə qədər bilirəm. Empatiya duyğusuna mən də qatılıram burada sənə. Məsələn, biri incinəndə biz düşünməliyik. Mən nə dedim, o incindi və o niyə bu məqamda incinib? Amma biri də var ki, sən o incinməyi yaşamayasan, o ağrı acını yaşamayasan deyə sənə bunu eləyir ki, yəni sənə canı yanır. Burada iki məqam var da. İndi baxır hansı insan sənə hansı vəziyyətdə deyir ki, sən Allah incimə. Biri var deyir ki, əşi burada nə var ki, sən incinirsən? Bu artıq insan egosudur. Deməli sən məni nə qədər anlamırsan ki, belə cümlə qurursan. Ya da belə bir şey ifadə işlədir ki, mən düşünmürəm ki, sənə burada belə bir şey elədim, sən də incindin. Hə, deməli öz hərəkətinin də dərkində deyil. Bu Ya da lap pis. dərkində də egosu icazə vermir Ola o sözü. bilər, mümkündür, mümkündür. Və yaxud da bir şey də deyim, axı xasiyyətlərimiz də fərqlidir. Bizim emosional vəziyyətimiz fərqlidir, şuurumuz, dərrakəmiz fərqlidir. Bəlkə həmin adam o məqamda heç inciməzdi. Bu da ola bilər. Yəni mənlə sənin dünyaya baxışın və incinmək mərhələmiz eyni olmaya bilər. Bu da var. Amma mən anlamalıyam ki, mələyə burada toxunma. Bir də həssaslıq dərəcəmiz də var. Bax, zəlzələ şkalası kimidir də. Sən tutaq ki, 8,5 şkalada həssassan, mən tutaq ki, o 7,9-a. Mən hələ sənə çatmamışam. Ya da onu deyə Ya bilərik da sən ki, mənə çatmamısan. o duyğunun yorucu olduğunu idrak eləyir və o yoruculuğu o qəbul eləmir. Bunu zəhmət olmasa bir daha alım bu cümləni. O incinmək duyğusunun yorucu olduğunu idrak eləyir və o duyğunun yorucu olduğunu qəbul etmək istəmir. Tamam, burada bir sənin nə mərhələsi var? Mən sənə deyim, mən anladım. Burada artıq insanın hiyləgər moduna keçməyi var. Nə mənada? Deməli bu bunu yaşayır. Nə Və vaxtsa o əla bilir ki, bu nədir və düşünür ki, heç o məqama girməsin, heç ətrafındakılara da imkan vermir də ora girsin. Başa düşürsən? Halbuki sən bayaq çox gözəl bir söz dedin ki, incinmək də haqqımızdır. Bəli. Bu haqqı insanın əlindən almaq olmaz. Bəs mən onda mələyi necə tanıyaram? Necə bilərəm ki, mələk burada bu söz toxuna bilər? Bəs mən necə sərhədləyərəm cümlələrini? Axı bir cümlə var, deyir ki, sən azadsan, amma biri sənin qarşına çıxırsa, sənin azadlığın orada bitir, başlayır həmin insanın azadlığı. Ya biz orada çox diqqətli olmalıyıq sözümüzdə də, hərəkətimizdə. Yadıma gəlir, demişdim, bir şair tanışım var. Məsələn, biz onunla danışa-danışa mən bəzən elə olurdu ki, mələk öz-özümə deyirdim ki, bu niyə belə eləyir? Adam mənə cümlələri ilə və hərəkəti ilə başa salırdı ki, sən mənə bunları eləyirsən. Güzgü də güzgü, aynalanmaq. Başa düşürsən? Yəni mən özümü buraxdım. Özüm bunu belə qəbul edirəm. Bunu buraxdım. Keçdim ona, artıq onun düşüncələrindən ki, o nə yaşayır, o nə düşünür, o nə həssas və baxdım ki, adam haqlıdır.
Biz hərdən elə bilirik ki, bax biz belə danışırıq. Mənə bunu elədilər, mənə bunu dedilər, mənə biz heç vaxt demirik, mən bunu elədim, mən bunu dedim, mən bəlkə birinə xəyanət elədim, mən bəlkə birinə paxıllıq. Elə otururuq ki, elə bil məzlumu kimsə də bizim haqqımıza giribdir. Sanki biz heç kimin haqqına girməmişik. Sanki biz heç kimə heç vaxt pislik eləməmişik. Kiminsə həssaslığına toxunmamışıq, kimi danışırıq. Halbuki biz də insanıq və mütləq şəkildə eləmişik. Bilərəkdən və bilməyərəkdən. Allah Taala bizə bəsirət gözünü ona görə verib ki, bilməyərəkdən elədiklərimizi də görə bilək, fərqində olaq və eləməyək. Çünki bizim bizdən başqamız yoxdur. Sənin məndən başqan, mənim də səndən başqam yoxdur. İnsanlar ünsiyyətə girməlidirlər, əl-ələ verməlidirlər, bunun başqa çarəsi yoxdur. Biz hamımız bütövün zərrətişləriyik. Bəsirət gözü məncə bunun üçün. O ki qaldı bilərək elədiklərimiz, da o da bizim yüklərimizdir də, çiyinlərimizdə. İstər bu dünyada, istər də o dünyada mütləq cavabı olur. Bəli. Bəsirət gözü demişkən, ağlımda bəsirət gözünə əlaqəli bir şey canlandı. O da hansı ki, belə bir məlumat ağlımda qalıb ki, heyvanların bəsirət gözü açıqdır, bəzi heyvanların xüsusilə. O bəzi heyvanlardan biri də mənim nəzdimdə çox pişik və Pişik, qoyundur. pişiklər. Hətta qoyun haqqında belə bir məlumat əldə etmişəm ki, qoyunun qarşısına bir insan qoyanda, onun yaxşı olub olmadığını anlamaq üçün, qoyun əgər ondan qaçırsa, sən də ondan mütləq dərəcədə qaçmalısan. Çünki o Maraqlıdır. insanın aurasını və elədiklərini, hissiyatını canlı bir şəkildə görür. Yəni bəsirət göz deyəndə da insanların daha çox istifadə elədiyi cümlə və söz bunu anlamaq olar. Eynilə pişiklərdə də məsələn heyvanlar insanlardan daha çox hissiyatlı olduqlarına görə belə şeylər onlara daha aşkar, aydın olur. Bu məlumatı eşidəndən sonra fikirləşdim ki, əgər heyvanlar bu qədər həssasdırlarsa, onda insanlar da zaman-zaman duyğusal anlamda heyvanlaşa bilirlər. Özəlliklə də ən çox bu Belə deyək də, canlıların ümumi ortaq xüsusiyyətləridir. Yəni illa da insanlar heyvanlaşır, heyvanlar insanlaşır şəklində yox. bəli. Amma hamımız canlı olduğumuza görə onlarda da duyğular, bizdə də duyğular ümumi şəkildə ifadə oluna bilər. Hı -hı. Yəni biz heyvan qədər duyğulaşa bilərik. Bunu demək istəyirsən? Yox. Niyə biz elə insan kimi duyğulaşaq da, insanın da duyğuları var da. Yəni vacibdir gedək məsəl üçün qoyun kimi duyğulu olaq, pişik kimi duyğulu olaq. Bizə şuur mane olur. Yox, mənim demək istədiyim bu idi ki, heyvanların bizdən əslində çox da fərqli olmadığı, heyvanların birə-bir bizimlə eyni olduğu, sadəcə heyvanların bizim heyvanlardan fərqimizin olduğu ki, o məsələn şuuru çatmır, tutaq ki, necə deyim, günlük ehtiyacını küçənin hər hansı bir yerində qarşılayır. Ancaq bizim üçün bunun üçün şərait yaradılır. Bizim heyvanlardan tək fərqimiz budur. Şuur. Bəli, bəli, şuur. Heyvanlarda o yoxdur, ancaq bizdə var. Ancaq heyvanlarla birə-bir özəlliklərimiz eynidir. Xüsusiyyətlərimiz, xarakterimiz, hər hansı bir çöl pişiyi tutaq ki, ev pişiyi kimi davrana bilir bəzən. Sadəcə bu onu gərəkdirir ki, çöl pişiyinə çöl pişiyi etiketi yapışdırılıb, amma çöl pişiyi bəzən ev pişiyindən daha mədəni olur. Bunu mən gözlərimlə analiz edib görmüşəm və yaxud da hər hansı bir heyvan insan qədər insandan daha duyğulu, xarakterli ola bilir. Məsələn, kimisə qarşısında əyilmir. Tutaq ki, hər hansı bir çöldəki insan ona təpik atanda bir də gedib ondan yemək istəmir. Və yaxud da hər hansı bir heyvan, pişik ola bilər, it ola bilər, fərqi yoxdur. Duyğusal ola bilir, insandan daha da duyğusal. Gedir, onu vuran insanın yanında dəfələrlə eyni şəkildə qala bilir. Yəni birə-bir özəlliklərimiz əslində heyvanlarla eynidir. Razı. Sadəcə olaraq şuur mənasında bizə yaradılan şəraitlə onlara yaradılan şərait arasında qismən bir fərq var. Və bu fərq də əslində bizim onlardan üstün olduğumuzu idrak, yəni fiziki mənada yox, bəzi məqamlarda özümüzü daha yaxşı aparmağımız üçün, tutaq ki, hər hansı bir istirahət zonasının ehtiyacımızı qarşılamağımıza girdiyimiz məkanda oranı çox bərbad vəziyyətində olduğunu görə biliriksə əgər, bunu yeri gələndə heyvan eləmir, ancaq insan eləyir. Şəraiti olduğu halda insan eləyə bilir. Onda bizim ondan o yerdə, o məqamdakı fərqimiz nədir? Fərqimiz nədir? Aha.
Əslində çox maraqlıdır. Məni bilirsən, mən heyvanlar haqqında bu qədər dərin və bu qədər məsələn o bəsirət gözü məsələsi haqqında heç bir bilgiyə sahib deyiləm. İlk dəfədir də səndən eşidirəm. Və düzünü deyim, mən hal-hazırda təsdiqləyə bilmərəm onlarda bəsirət göz var, yoxsa yox. Yəni mən bu haqda məlumatım yoxdur deyə özümdən də çıxış edib bir şey deyə bilmərəm. Amma bir məqam var. Mən razıyam ki, öncə öz fikrimi bildirim. Mənə görə heyvanlar və insanlar arasındakı bu aşağı-yuxarı məsafə yoxdur. Ya belədir, yəni heç kim heç kimdən yüksək deyil. Mənə görə heyvanlar çox aşağı bir mərtəbədir, insanlar da çox yüksək bir mərtəbədə deyə bir şey yoxdur. Səbəbi də odur ki, onlar duyğularla işləyə bilirlər deyə hörmətim var. Ciddiyən. Hı hı. O ki qaldı günlük onların öz ehtiyaclarını qarşılamağı, bu çox normaldır və təbiidir. Yəni mənə çox qeyri-adi bir proses kimi gəlmir. Bizə verilmiş şuurla biz insanlar yığışıb başqa insanları məhv ediriksə, bizə verilmiş şuurla biz dövlət yaradıb başqa dövlətin sərhəddini çəkiriksə, bizə verilmiş şuurla biz nüvə silahı yaradıb yer kürəsini, yer planetini təhlükə qarşısında qoyuruqsa, xüsusi yeni növbənöv silahlar hazırlayıb gələcəkdə hansısa ölkə üçün təhlükə yarada biləcəyiksə, mənə görə insan şuuru heç lazımlı bir şey də deyil. Yəni o həddə çatıbsa. Hı hı. Mənə görə insan şuuru heyvanları və insanların, bitkilərin həyatını daha yaxşı öyrənmək və onlardan daha səmərəli istifadə etmək və barış, sevgi üçün yönəlməlidir. Amma biz bunu əgər xərcləyiriksə çox eybəcər işlərə və sənin dediyin çox elementar bir misal ki, mən gedirəm hansısa yaxşı bir yerə və görürəm ki, ora çirkab vəziyyətindədir, orada bizlə onun nə fərqi var? Bu hələ elementardır da, insanın bundan da eybəcər işləri var. Hı hı. İnsanların bir-birinə təcavüzü olsun, bir-birinə davası olsun, bir-birini həzm edə bilməməsi olsun, bir-birinin ayağının altını qazması olsun, bir-birinə silah atsın, bir-birinə daş atsın. Bunların hamısı şuurumuzun nələrə xidmət etməsindən xəbər verir. Məsələn, səndə bu varsa, mən bundan xoşbəxt olmalıyam ki, səndə var. Mən bu mərhələyə çataramsa insanlıq adını doğrulda bilərəm. Və bu halda da insana heyvan deyilməsinin əleyhinəyəm. Ki, sən heyvansan, başa düşmürsən. Yox, mən elə gəlir ki, biz bu cümlə ilə təkcə heyvanları aşağılamırıq, özümüzün heyvana olan münasibətimizi aşağılayırıq. Deməli, mənim heyvana olan münasibətim budur. Yaxşı sual verirəm. Heyvan nə etdi ki, sənin ona münasibətin budur? Sən demişkən, bizim küçədə gördüyümüz pişiklər, itlər dursun durduq yerdə kiməsə hücum eləsin. Belə bir şeylə biz rastlaşmamışıq axı. Əksinə biz quşları vururuq, biz quşları yeyirik, biz hansısa heyvanlardan istifadə eləyirik. Bəlkə vəhşi heyvanlar hansısa meşədə, o da təhlükə hiss etdiyi üçün insana cuma bilər ki, yəni meşə mənim evimdir, sən gəlmisən, deməli mənə nəsə eləyəcəksən. O da instinktdir də, yəni şuur deyil. Məncə də. Və o heyvanlara olan münasibət və o sənin bayaq dediyin ki, enerjini hiss eləyir. Məsələn, mən bitkilərlə çox qəribə münasibətim var. Mənə elə gəlir ki, mənim içimdə çox qəribə və fərqli bir enerji var. Qara. Və bitkilər onu hiss eləyirlər və mən dəfələrlə bəlkə də bu bitkilərə düzgün olmayan qulluğumdan irəli gəlir, bəlkə də bitkilərə doğrudan da mənim o enerjimi hiss etməsi nəticəsində solması mənə çox düşündürür. Yəni mən bitkiyə qulluq edirəm, bitki bir neçə gündən, bir neçə aydan sonra solur. Mən bunları düşünürəm. Yəni bizim içimizdə o qara hissə var və bitki və heyvanlar onu hiss eləyirlər. Məsələn, sənin heyvanlara olan münasibətin mənimkindən qat-qat daha yaxındır, daha səmimidir. Sən pişiklə oynaya bilərsən, onu sığallaya bilərsən. Mən bunu eləyə bilmirəm. Bu təkcə ona görə deyil, Bunun bir məndən səbəbi var, yoxsa Mənə elə normal? gəlir ki, uşaqlıqdan bu yana heyvanlarda olan mikroblar məni qorxudur. Amma bu bir bəhanədir, mənə elə gəlir. Mənə elə gəlir ki, şuur altında mən onlarla yaxın ola bilmirəm. Bu da bayaqkı enerji söhbətinə gəlib dayanır. Mən elə düşünürəm ki, o hansısa qara hissədir, qoymur. Halbuki mənim xeyirxah toxumlarım var içəridə. Mən bunların fərqindəyəm. Mən bunu insanlara eləyə bilirəm, amma heyvanlara eləyə bilmirəm. Ola bilər ki, bu ondan irəli gələ bilər ki, hansısa bəzi insanlar uşaq vaxtlarında sənə həddindən çox neqativ enerji aşılayıblar və sən pozitiv enerjini görəndə tanımırsan.
Bu da ola bilər. Bir mərhələ də var. Bu təkcə bizim sonradan qazandığımız məsələlər deyil. Məncə genetikadan da bizə ötürülmüş kodların nəticəsi ola bilər. O bir məsələ var, deyir ki, 7 dönəm nənənin, onun qızının, onun övladının, onun övladının, sonra gəlir sənin nənəvə, sonra anava, sonra sənə bir yerlərdə zənciri qırmaq məsələsidir. Biz nə zaman ki o pis kodu, pis bizə ötürülmüş neqativi zəncirini qıracağıq, onda daha çox aydınlanacaq. Mən hal-hazırda bu durumumdan nələrəsə izah verirəm. Bəlkə mən 2 ildən sonra daha arınmış olacam və bu məsələlərə daha fərqli münasibət bildirəcəm kimi heyvanlara da münasibətim ola bilər. Amma o pozitiv enerji deyirsən, onu tanımırsan. Düşünmürəm tanımıram. Əslində bir quşu sığallamağın, bir dovşanı sığallamağın verdiyi həzzi dərk eləyə bilirəm. Və çox sevinərəm hansısa heyvanla dost olsam, dost ola bilsəm və onların sənin qucağına gəlməsi, sənin onunla bir simbioz həyat yaşamağın, təbiətin bir hissəsi kimi hiss etməyin, amma hələ o aşamada deyiləm deyə Düşünürsən ki, bununla bağlı hansısa maneələr var? mütləq var. Olmasa mən onu çox rahat eləyə bilərəm. Burada bir şey də var, Mələk, danışa-danışa fikirləşirəm. Hı hı. Mən düşünürəm ki, burada heyvandan iyrənmək məsələsi var. Hı. Yəni sanki sənə nəsə yapışar, sanki sənin üstünə nəsə tökülər, sanki o bayaq dediyimi, o heyvandır, sən insansan ayrıcılığı Hı var. hı. Burada o var. Bu zehniyyət fərqi var. Ona görədir. Hı hı. Və yaxud bitkilərlə bağlı bir şey dedin. Çox təsadüf əsəri midir bilmirəm, ancaq dünən qarşıma Instagramda bir video çıxdı. Bu videoda bir qadın hər hansı bir ağacla danışırdı və ağac onun səsinə reaksiya verirdi və budağını aşağı ona toxundururdu. Mən birinci elə bildim saxtadır, sonra başqa biri də bunu elədi. İşə yaradığını görəndə mən çox təəccübləndim ki, bitkilər yəni belə reaksiya verirmi? Qadın belə bir sözlər işlətdi ki, hansı ki, deyir ki, təbiətdəki olan yaşıllıqlar, ağaclar, təbiətə aiddir və onlar çox özəldirlər. Hiss eləyirlər, qorxurlar və sevgiyə reaksiya göstərirlər. Bunu sınaya bilərsiniz və qadın, ağacdan xahiş elədi və ağaca səni sevirəm dedi. Ağacdan xahiş elədi ki, ona toxunsun və ağac budağını ona doğru endirməyə başladı və mən bunu görəndə çox qəribə hisslər keçirtdim. Dedim ki, doğrudan heyvanlar kimi ağaclar, bitkilər də bizə reaksiya verə bilirmi həqiqətən? Çünki daha öncə belə bir şey görməmişdim. Məsələn, mənə çox normal gəldi. O qədər normal gəldi ki, mən və o qadının yerinə o qədər sevinirəm. Deməli o məqamdadır ki, o yüksəkliyə çatıb ki, o bitki ilə danışa bilir və bitkiyə sevgisini bildirə bilir. Bitki ilə onun həyatında birləşmə əmələ gəlibdir ki, mənə görə hamımızda o var. Yəni bitkilər, heyvanlar, insanlar hamımız bir evin adamlarıyıq da. Biz bir-birimizdən əslində ayrı deyilik, birik. Amma bir şey deyəcəm Mələk. Yəni o qadının yerində olmaq istəyərdim və mənə çox normal gəldi, qəribə gəlmədi. Mənə çox qəribə gəlmişdi və birinci dəfədir belə bir şey Bir şey də təcrübə deyim, elədim. bəlkə bu məhz həmin ağaca məxsus xüsusiyyətdir. Bəlkə sən bunu çinarda, palıdda ala bilmərsən, amma məhz o bitkidə ala bilərsən. Bax o küsən gül var, yadındadır, vurursan belə, sonra yarpaqlar büzüşür. Hı Hər hı. bitkinin özünün xarakteri var axı. Bəlkə bu həmin xarakterdə olan ağac idi. Və indi ağacların xarakteristikasını deyirik. İnsanlar da hərəsi fərqli-fərqli xarakterdədir. Və düzünü deyim, bəzən insanları da qınamıram. Bu şəkildə yaradılmışıq da. Yəni Qabilin Habilə atdığı daşdan bu yana, Qabilin başqa cür xasiyyəti, Habilin də başqa cür xasiyyəti və onlardan dünyaya gələn insanların da bu cür xasiyyətləri formalaşıbdır. Sadəcə Allahın bizə verdiyi şanslardır. Sən zənciri də qıra bilərsən, sən əvvəlki köklərindən arına da bilərsən əgər pisdirsə, sən yaxşı şeylərə özünə öyrədə bilərsən. Bunun üçün də kitablar endirilibdir, peyğəmbərlər göndərilibdir. Yəni hamısının bizə bir missiyası var da, ötürdüyü bir müqəddəs xəbər var. Yaxşılıq edin, yaxşı olun, Onda xeyir şərə qalib gəlsin. Aha, onda bununla bağlı çox maraqlı bir sual ağlıma gəldi. Soruşmaq istəyirəm. Bu son vaxtlar Instagramda dönən
psixologiya ilə bağlı videolar var. Hansı ki, termlər var. Qurban termi, narsist termi. Mən ən çox qurban terminə toxunmaq istəyirəm. Hansı ki, insan keçmişdə başına gələn hadisələr barəsində indi günahlandırır bəzi insanları, hansı ki, keçmişdə başına o hadisələr gəlib. Deyir ki, səbəbkarı bu insanlardır. Keçmişdə mənə o şəraiti yaratmasaydılar, indi bu psixologiyaya sahib olmazdım. Bu döngünü necə qırmaq olar? Yəni çox insanda bunu görürəm və çox təəssüflər olsun ki, bu davam eləyir bəzən, çox zaman. Bu döngünü necə qırmaq olar? Nə etmək olar buna görə ki, bu Tamam, döngünü qıraq? dövrümüzdə ən yaygın olan məsələlərdən biridir. Eee, Bizim analarımızdan sonra gələn bizim nəsil insanlar, biz elə bil ortağıq. Ortaq mənada biz elə bil keçmiş nəsillə indiki nəsil arasında körpüyük. Məsələn, bizim valideynlərimizdə o imkan yox idi, onlar dərk eləsinlər və düşünsünlər ki, vaxtilə kimlərsə məni incitib, mən də bunu kiməsə yayım və yaxud da bunu düşünüm. Heç bu ixtiyarlarda olmayıb. Onlarda belə idi. Anam məni döyüb, düz eləyib, çünki bu mənim tərbiyəm üçün lazım idi. Qısa, konkret qəbullanma. Amma bizim nəsil, sənin, mənim yaşadığımız hansı ki, biz körpüyük indiki nəsildən keçmişdən. Bizə fərqindəlik gəldi və bizə ixtiyar verdilər fərqində olmağı. Dünyada ən düzgün insana verilmiş ixtiyar fərqindəlikdir. Sən bu hadisəni yaşamısan, fərqində ol. Fərqində ol, hadisənin həllinə atılmış birinci addım. Sən fərqindəsənsə artıq ikinci, üçüncü addımları ata bilərsən. Fərqində olmadan bu məsələyə yanaşsan, mütləq şəkildə sənə verilmiş ağrını, acını gedib kimdənsə çıxacaqsan. Çünki sənin içində bir aqressiya var və sən düşünürsən ki, bu aqressiya səndən çıxmalıdır. Fərqində olmadan gedib bunu kiməsə eləyəcəksən, biraz rahatlamış olacaqsan. Bilirsən nəyə oxşayır? Qaynanam məni incidib, mən də qaynanayım, kimsə incidim. Ən sadə məişət termini ilə bunu ifadə edəsən. Bax o dediyim fərqindəlik ki, burada yaşanır. Hansısa şuurumuzun hansısa qatında biz bunu dərk elədik. Aha, mənə bunu ediblər. İndi sən üzləşməlisən hadisə ilə. Sən səhv idinmi? Yoxsa sən hətta səhv olsan bu hərəkəti sənə qarşı etməməli idilər. Tamam başqa yollar göstərməli idilər sənə ki, məsələn, səhv insana məxsusdur. Biz hamımız səhv edə bilərik. Amma bizə o səhvi göstərməyin və o səhvi etməməyin min bir yolu var. Və bizim valideynlərimiz və yaxud da bizə zülm edənlər ən qısa, ən aqressiv yolu göstəriblərsə və yaxud da mən öz övladıma bunu göstərmişəmsə, deməli düzgün yol seçməmişəm. Sən o fərqindəlikdə o hadisə ilə üzləşirsən, ikinci addım oldu ayna. Sən hadisə ilə üzləşdin. İndi sən burada özünü də o adamı da təsəvvür edirsən. Psixologiya deyir ki, bağışlanmadan huzura buluşmaq yoxdur. Sən burada adamı artıq analiz edirsən. Özünü buraxdın, keçdin adama. Adam sənə niyə bunu etdi? Bu sənin ən yaxın, ən doğman və yaxud da ən yad bir adamın ola bilər ki, sənə bunu edibdi. Düşünürsən ki, o niyə bunu etdi? Deməli, o da həyatında hansısa pis hadisənin qurbanıdır. Sən düşünsən ki, o qurbandır, sən onu bağışlayırsan. Onu bağışladığın anda sən özünün o səni ağrıdan hissəvi müalicə eləmiş olursan. Təbii ki, bu birdən-birə baş verə bilməz. Bunun üçün biraz zaman lazımdır, biraz fərqindəlik lazımdır. Biraz da o levelə yetişməyin lazımdır ki, sən bunları anlayasan, dərk edəsən. Bəlkə ki, mən dərk edirəm, amma insan eqom və inadım imkan vermir mən onu bağışlayım. Bu da ola bilər. Amma ən önəmlisi, sən 2 addımı yaşadın. 1, fərqində oldun, 2, aydınlandın. Üçüncü məsələ daha səndən daha yaxşı bir şey istəyir, daha güclü. Məsələn, birinci səndən ağıl istəyirdi. Fərqində olmaq ağıldır. İkinci səndən iş istəyirdi. Cəhd istəyirdi, cəhd. İngilislərin treyi. Ki, sən cəhd elə, anla, indi o birisini anla, hadisə ilə üzrə. Üçüncü səndən güc istəyir. Ki, sən indi güclü ol, bu mərhələnin öhdəsindən gəl. Sən nə edirsən? Sən stoplayırsan. Mənə elədilər, mən burdan sağalacam. Mən burdan bunu gedib kiməsə yaymayacam. Sən mənə qışqırıblar, mən qışqırmayacam. Mən vurublar, mən vurmayacam. Kəsdinmi, şəfalanırsan. Bəs yaymadığın halda o hadisə dəfələrlə yenə başına gəlirsə necə? Tamam, burada bir şey var. Burada bir neçə məqam var. Hansı
çox dərin qatlardır. Eləsi var ki, heç gedib çıxa bilmərik. Ən asanını deyim. Bir hadisə dəfələrlə başımıza gəlirsə, orada bizim öyrənəcəyimiz dərs var. Bir də bir şey deyim. Biri var normal şəraitdə sənə başına nəsə gəlir, biri var anormal. Anormal dediyim şərait orada hüququn sənin əlində deyil, azadlığın sənin əlində deyil, əsirlik, həbs həyatlarına aiddir. Mən o həyatı kənara qoyuram, normal bizim həyatımızdan söhbət edirəm. Yəni hal-hazırda bizim az da olsa özümüzün azadlıq çərçivəmiz var. Məsələn, mən tutaq ki, səni sevirəm, sən də gəldin, yıxdın, məhv elədin məni. Mənim burada seçimim var da, mən istəyərəm, deyərəm ki, sən məni yıxdın, məhv elədin, mən sənə daha icazə vermirəm, ya səninlə kontaktımı kəsirəm. Seçimdir də. Və yaxud da deyirəm ki, mənim sənə duyğularım o qədər yüksəkdir ki, ürəyimdə o qədər varsan ki, buyur, öldür məni, məhv elə məni sevgili. O var, öldür beni sevgili ona. Hı hı. Mən tutaq ki, birincidən özümü azad elədim, ikincini getdim tapdım. İkinciyə axı biz insanıq, bizim yarımıza ehtiyacımız var qadının kişiyə, kişinin qadın. Tutaq ki, ikincini çəkdim həyatıma, o da eyni şeydir. Burada sənin keçmişlə qırmadığın zəncirin var. İndi bilmirəm, qadınsansa ata diaqonalı ola bilər, baba diaqonalı ola bilər, dayı, əmi diaqonalı ola bilər, kiminsə neqativi var. Və yaxud da bu sənin böyüməyin üçün lazımdır. Məsələn, Heç elə vermədiyin reaksiyaları daha şiddətli verməyin üçün bəlkə də. hə, yox, bəlkə özünü tapasan, bəlkə özünə yolculuq eləyəsən, başa düşəsən ki, hansı məsələdə nə qədər varsan, nə qədər güclüsən. Ola bilər ki, sən belə böyümüsən əl içində, səni belə böyüdüblər. İndi səni də belə böyüdəndə sən axı tikanlardan özün qurtulmağı bacarmırsan. Bu sənin gələcək həyatıma hazırlıq mərhələsidir bəlkə. Ya da Bax məsələn, tikanlara reaksiya vermək hə, hə. istəmirsən. Axı sən başa düşürsən ki, sən yer kürəsindəsən, hər şey güllük gülistan deyil. Bəlkə sən heç öz müdafiəni başa düşmürsən. Bəlkə sən elə bilirsən ki, səni belə böyüdüblər, hamı sənə belə olacaq. Axı sən cəmiyyətə çıxanda hər cür canavar, tülkü, ayı, hər cür heyvanla rastlaşırsan. Xislətlərə aiddir də bu, Hı hı. insanlara aid. İnsanlarla heyvanların xislətləri eynidir. Bayaq sən o cümləvə gəlmək istəyirdim. Sən çox düzgün analiz eləmisən ki, bizim duyğularımız, onlar bizdən daha empatikdirlər, onlar bizdən daha niyə? Çünki şuur inkişaf eləmədiyi üçün bu yanları inkişaf edib. Bizdə şuur o qədər inkişaf edib ki, hətta deyir ki, sevmə. Deyir özünü fikirləş. Gör egoya bax. Hətta bunu bir heyvanda da görmüşəm mən. Hansı ki, məsələn, o qədər insanla xisləti eynidir, xarakteri daha doğrusu eynidir ki, bir insan tərəfindən o qədər zərbə alıb ki, başqa insanlara da müdafiə funksiyası inkişaf eləyib İnkişaf edib. və heç kimə yaxınlaşmır və bunu heyvanlarda çox aydın, açıq bir şəkildə təcrübə eləmişəm. Diqqət Sən fikir nəzər versən biz quşların yanından gedəndə quşlar qorxub uçurlar. Qorxub deməyək, indi biz bilmirik onlar nə hiss keçirirlər, amma uçurlar. İnstinktdir də. Yəni biri mənə yaxınlaşır. İndi Mən sən keçən təsəvvür dəfə et. bir şeyi təcrübə elədim. Çox üzr istəyirəm, sözünü Narahat. kəsdim. Yol kənarında dayanmışam, gözləyirdim avtobus. Gördüm bir dənə qumru uçdu gəldi mən tərəfə, sonra biri də uçdu gəldi mən tərəfə. Geri çəkildim ki, narahat olmasın. Mən geri çəkildikcə o üstümə gəldi. Mən geri çəkildikcə o üstümə gəldi. Çox qəribə bir hadisə idi ki, bir quşun insana tərəf bu qədər istiqamətlənməsi. Mən normalda o narahat olmasın deyə geri çəkildim, amma belə bir reaksiya ilə daha öncə heç qarşılaşmamışdım və yaxud da bir gün işə gedəndə bir heyvanın yolunu kəsməyi. Getmək istəyirəm, icazə vermir. Getmək istəyirəm, icazə vermir. Yolumu kəsib yolumun ortasında oturdu. Hı hı. Mən onu sığalladım, sığalladım, sığalladım. Sığallayandan sonra çıxdı getdi. Və hiss elədim ki, o anda elə bil ki, duyğu yüklü idim. Bu heyvan məndən yüklü O olan enerjini duyğumu aldı, aldı. apardı və hiss elədim ki, gedəcəyim məkana da biraz gecikdim. Aha. Və bu heyvan məndə bəzi nöqtələri açdı. Dedim ki, bu buna görəymiş, bu buna görəymiş. O heyvanın da ona o anki hissiyatı ola bilər ki, ehtiyacı olsun, amma normalda heyvanlar mənim qarşıma biraz duyğulu olanda və yaxud da hirsli olanda qarşıma çıxırlar. Nə, hansısa enerjini, pis enerjini səndən almaq üçün. Alırlar və çox rahatlayıram. Nəyə əsəbləşdiyim də yadımdan çıxır. Əla, O əla, qədər rahatlayıram ki, nəyə hirsləndiyim də əla. çox yadımdan çıxır. Mənim heyvanlarla belə kontaktım yoxdur. Onlarla sıfır reaksiyadayam, sıfır münasibətdəyəm. Amma bir şey var, mənə rahatladan nədir? Sıfır reaksiya mənfi reaksiyadan daha yaxşıdır. Yəni mən onlara ziyan eləmirəm. O bir şey var, deyir kömək eləyə bilmirsənsə çəkil kənarda dur da. Mənimki konkret odur. Yəni məsələn mən quşlara hansısa
tutaq ki, çörək qırıntılarını verəndə öz-özümə düşünürəm ki, ə, onlara bu çörəyi verib məqsədli surətdə onları tutanlar var. İnsanlar kimi. İnsanlar da insanlar. Kimi səni hansısa yöndə Hə də, tələyə hə, hə, salır. hə. Məsələn, hansısa heyvanı o cür tələyə salanlar var. Öz-özümə deyirəm ki, bu quş yazıq nə bilsin ki, indi mən o çörəyi nə məqsədlə atıram. Aha, dünən bir Instagramda bir video gördüm bununla bağlı. Videonu görəndə ilk duyğulandım. Bir adam idi, maralı sığallayırdı. Sonra kameranı belə çevirdilər. Otaqda bütün maral başları var idi. Oha. Və bu videonu görəndə birinci duyğulanmışdım. Sonra da içimdən çox qəribə hisslər keçirtdim ki, bunu hansısa insanlar hansısa insanlara görə eləyirlər. Hə.